Sevinç xanım, niyə məhz Türkiyə səbəb aydındır. Avropa İttifaqına aid olan, yəni NATO ölkələri içərisində, yəni Türkiyə istisna olmaqla hansısa bir ölkənin aracı olması həm nə o güc potensialı yetir, tutaq ki, və yaxud da ki, mövqeyi Rusiyanı qəna eləməyəcək. Tutaq ki, Fransanın və yaxud da ki, Avropada Böyük Britaniyanın aracı olmasını heç cür Rusiya qəbul etmir. Heç Trump'ın nümayəndəsi Kit Kelloggu qəbul etmədi ki, onlar o Kit Kellogg həddindən artıq Ukrayna pərəstdir. O ki, qaldı belə. Ona görə də ümid kimə qalır? Rusiya və Türkiyə arasında münasibətlər müəyyən dərəcədə ortaq, o belə deyək də ki, çox gərgin olmamasını nəzərə alıb, Türkiyənin də NATO ölkəsi olduğu nəzərə alıb, Türkiyəni də sürür. Və biləsiniz ki, təkcə Türkiyəni nəzərdə tutmuyor. Bilirsiniz də, Trump orada deyir ki, burada iki dövlət iştirak etsə daha yaxşı olar. Eyni zamanda Çini nəzərdə tutur. Bilirsiniz niyə Çini ön plana çəkmək istəyir məsələdə? Çünki Trump'ın başlatdığı siyasət bir növ iflasa uğradı. O gözləyirdi ki, Rusiya ilə Çin arasında münasibətlər pozulacaq, soyuyacaq perspektivdə və bu soyumalar gətirib belə deyək ki, Çini müəyyən dərəcədə təcrid vəziyyətinə çıxardacaq. Rusiyanı da bundan zəiflətmiş olacaq, Ukraynanı bir növ bada verməklə. Amma gördük ki, yox, alınmadı. Çinlə Rusiya, Çin üçün də, Rusiya üçün də əzəli və əbədi rəqib Amerika Birləşmiş Ştatlarıdır. Onların arasında birdən-bir soyuq münasibətlər yarana bilər, amma bu keçici haldır. Və bu 9 may paradı göstərdi ki, Çin sədrinin 3 günlük, bir neçə saatlıq yox, 9 may üçün yox, 3 günlük Rusiya səfəri və dünən 28 maddə, sırağa gün 28 maddədən ibarət imzalanmış sənədlər toplusu, yəni ki, əməkdaşlıq haqqında hər şeylər, bütün bunlar hamısı göstərir ki, Trump'ın gözlədiyi Çin-Rusiya soyuqlaşması olmadı. Ona görə də indi Çinin üzərinə göndərir ki, bu Çin hansısa bir şəkildə təzyiq eləsin ki, yəni ki, Çin göstərsin ki, Çin və Türkiyə birləşsin, bu məsələni həll etsin. Sevinç xanım, bu məsələdə bir də bir təcrübə var da, Çin-Türkiyə birliyinin. Bilirsiniz nə vaxt? 2023-cü ilin yanvarında Qazaxıstanda baş vermiş hadisələr, yadınızdadırmı? Onda Rusiya qoşunları ilə daxil olanda Qazaxıstana, onun qarşısını Amerika Birləşmiş Ştatları almadı. Onun qarşısını onda Çin və Türkiyə birlikdə Rusiya faktiki azqala ultimatum verdilər. Təbii ki, Qazaxıstanın razılığı ilə birlikdə ki, siz oradan çıxmalısınız. Yəni, belə bir təcrübə də oldu 2023-cü ildə. Ona görə də hesab edirəm ki, Çin və Türkiyənin birlikdə Çin üzərinə məsuliyyət qoymaq, Türkiyənin isə məsuliyyətdən daha çox güc nümayişidir. Yəni ki, Rusiya ilə normaları münasibət və Türkiyənin potensialı istəyir yaxın şərqdə, istəyir Qafqazda, istəyirsə də Avropada, yəni konkret olaraq Rusiya-Ukrayna məsələsində Türkiyənin rolu və Türkiyənin tərəddüdsüz rolu. Mən bunu xüsusi vurğulayıram, amma Sevinç xanım, tərəddüdsüz. Bunu hər hansı bir dövlətin üzərinə qoyanda onlar tərəddüd keçirdirlər ki, biz bunu bacaracağıq mı, biz bunu eləyə biləcəyik mi, qoşunumuzu ora sülh məramlı kimi göndərə biləcəyik mi? Amma Türkiyə bunu əvvəldən elan edir. Yadınızdadır, Mərdiyat danışıqlarından bir gün qabaq Zelenski harada idi? Türkiyədə idi. Məhz Türkiyədən kömək gözləyirdi. Bunu Trump da bilir. Ona görə də Türkiyənin dünya siyasətində oynadığı, xüsusilə son dövrlərdə oynadığı rolu Trump qiymətləndirməyə bilər və təbii ki, Erdoğanla olan şəxsi münasibətləri də burada həlledici rollardan, həlledici məqamlardan biridir. Mən hesab edirəm ki, bu məsələdə Amerika Birləşmiş Ştatları tamamilə doğrudan da geri çəkilib, məsuliyyəti Türkiyə və Çin üzərinə qoysa, danışıqlar yenidən başlayacaqdır. Amma bu uzun çəkə biləcək bir danışıq ola bilər. Amma mümkündür ki, Rusiyada bu işlərdə məhz Amerika Birləşmiş Ştatlarını neytrallaşdırmaq üçün bu ikili qüvvənin birdən-birə Rusiya ilə danışıqlara başı uzanması və müharibənin də uzanması Rusiyada sərf etmədiyinə görə Amerika Birləşmiş Ştatlarının bir növ boynunu yük qoymaqdan ötəri, onu minnətçi eləməkdən ötəri Amerika Birləşmiş Ştatları ilə Trump'ın özü ilə mümkündür ki, əlaqə saxlanılsın, yenə də telefon əlaqəsi. Çünki Amerika Birləşmiş Ştatları da Kremldə, həm Ağ Ev, həm Kreml bəyanat verdi ki, əgər əvvəllər çox tezliklə görüş nəzərdə tutulursa Trumpla Putinin arasında, indi bu barədə söhbət getmir. Ona görə də gözləyək, görək, yəni ki, birdən-birə Amerika, birdən-birə deyil təbii ki, geri çəkilib, məsuliyyətdən getmək, öz nüfuzunu aşağı salmaq deməkdir, amma
sadəcə olaraq o geri çəkilməyəcək. Bayaq dediklərimi bir də təkrar edirəm. O, Ukraynaya olan yardımını açıq şəkildə elan edəcəkdir. Bu isə Rusiyanın maraqlarına uyğun deyil.